İranda 28 dekabrdan başlayan və hazırda da davam edən kütləvi etirazlar ölkə üzrə gərginliyi daha da artırıb. Aksiyalar paytaxt Tehranla yanaşı onlarla şəhər və vilayəti əhatə edir. Bugün TV Biqaz saytına istinadən xəbər verir ki, etirazların zorakılıqla yatırılması nəticəsində ölənlərin sayı 43 mini keçib. Bildirilir ki, həlak olanların böyük əksəriyyəti mülki şəxslərdir. Rəsmi Tehran bu rəqəmləri təsdiqləmir və yayılan məlumatları təxribat xarakterli iddialar adlandırır. Məlumatlara əsasən, təhlükəsizlik qüvvələri aksiyalara qarşı sərt tədbirlər görür, kütləvi həbslər aparılır. Hazırda ölkədə internetə çıxış ciddi şəkildə məhdudlaşdırılıb. Sosial şəbəkələrə girişin zəiflədilməsi informasiya axınını xeyli çətinləşdirib. Hadisələrin real miqyasının müəyyən olunmasına mane olur. Baş verənlər beynəlxalq aləmdə ciddi narahatlıq doğurub. BMT-nin insan hüquqları strukturları İranda zorakılığın dayandırılmasına çağırıb. ABŞ və bir sıra qərb ölkələri isə İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib. Analitiklərin fikrincə, mövcud sosial-iqtisadi böhran və hakimiyyətin sərt mövqeyi fonunda etirazların yaxın vaxtlarda səngiyəcəyi ehtimalı azdır. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.